Və aleykum assalam və rahmetullah. Sual belədir ki, Allah deyir hər kəsin ruzisini verəcəm. Bəs gündə nə qədər uşaq böyük acından ölür, onların ruzisini vermir. Deməli, Allah Subhanahu taala Adəm övladı ana bətnində, deməli 4 aylığında olanda Allah Subhanahu taala mələk göndərir və mələk də həmin övladın başına onun 4 şey yazır o uşağın alnına. Onlardan biri də onun əcəli və ruzisidir. Yəni, əgər həmən o uşağın ruzisi bitibsə, yəni Allah onun ruzisini 2 yaşına qədər yazıbsa, deməli, həmən insanın da 2 yaşında da əcəli bitir. Yəni, bu o demək deyil ki, yəni, ruzi hökmən 117 yaşa yaşamalı ki, ruzi olsun. Yəni, kimisinin ruzisini Allah Subhanahu taala 2 yaşına kimi yazıb, kimisinkini 3 ayına qədər, kimisinkini 50 yaşına qədər, kimikini 100 yaşına qədər və ruzisi tamamlandıqdan sonra isə artıq əcəl onu haqlayır və körpə uşaqlar deyirsən, kim deyirsən, əgər onlar körpə yaşlarında ölürlərsə, deməli artıq onların əcəlləri o vaxta yazılıb və ruzisi bitdikdən sonra da bu insanın yəni əcəli bitir.